300 dirhem pulu var idi Peyğəmbərin, bir dəfə əlinə düşmüşdü, verdi hamısını Əli əleyhissalam. Əli əleyhissalam getdi, gecənin bir yarısı idi. Bir nəfər yüngül əxlaqlı bir qadın çıxdı qabağına, 100 dirhem verdi. Biraz getdi, bir dənə oğru çıxdı qabağına, 100 dirhem ona verdi. Sonra da bir dənə fəqir çıxdı, 100 dirhem də verdi, Əli boş gəldi evə. Mədinə kiçik şəhərdə xəbər yayıldı ki, Əli pozğun qadına və oğruya pul paylayır. Həzrət Peyğəmbər də sizin xəbəriniz olmadı, işin gizli tərəfi var. O pozğun qadın evə getdi, dedi ki, 100 dirhem Allahın dostu pak pulundan mənə verib. Rəva deyil ki, mən bundan sonra yediyimə haram qatım. Oğru dedi ki, oğurluq eləməkdənsə 100 dirhemlə bir iş qurum, halal ruzu qazanım. Fəqir də ki, fəqirlikdən nicat tapdı. Allahın dostları, Allahın yolunu gedən imam olmağa layiq belə adamlardır. Bir imam, yəni sizin üçün bu qədər aşıq olan sizə adamdır ki, dözmür ki, namaz qutarsın, rükû halında üzüyünü verir yoxsula. İmam Rıza əleyhissalam ona görə deyir ki, Allah buyurur ki, La ilahe illallah kəlməsi mənim qalamdır. Kim bu qalaya daxil olsa əzabımdan amandadır. Amma bunun şərtləri var ki, biri də mənəm. Yəni bu yol Allaha doğru gedən yol, yol göstərən istəyir. Gəlin bizim dalımızca düşün. Və başqa hədisdə də buyurur ki, Allah buyurur, Əlinin vilayəti mənim qalamdır. Kim bu qalaya daxil olsa əzabımdan amandadır. Allaha çox şükür olsun ki, biz bunları tanımışıq, qəbul eləmişik. Allah bu yolda axıra qədər bizi sabit qədəm eləsin.